bilirəm, başqa adam bunu belə eləmir. Da indi kəsir körpə uşaqlar. Mən çəkib paylaşacağam ha. Yəni bu. Ödəniş eləyirəm də mən nə deyirəm ki? Bax, cənab prezident, bax görün mən dədəm işləmir, anam işləmir, mən özüm işləmirəm. Bax kasıb uşağam, mən körpə uşağım var. Gəlib qaz idarəsi bax burada mənim qazımı kəsir, qoymur yaşamağa. Mən gəlsin smart kart qoysun, mən ya 50 manat, 30 manat ödəyim. Belə kəsib gedirlər və mən nə qayacam? Sən başa düşürəm, gəlib qaz idarəsinə bax düşüb bura kəsib. Bax indi mən gəlin dilənim mən, yoxsa oğurluq eləyim. Ağarım. Mən yəqin ki mənim pulum olsa ödəyərəm də, ya dövlətdən heç nə almıram, eləmirəm. İndi mən körpə uşağım qalacaq evdə, mən nətəri baxacam buna, xəstə uşaqdır. Gəlib dirəniblər, bax qaz idarəsi kəsir. Deyirəm ki, qardaş, yox da, başa düşürəm mən də sizdə ikisi. Xahiş edirəm, cənab prezident, bax belə bir şey olmur, mən nağarım. Görürsən də, xahiş edirəm səndən. Arıq dərəcədə qoymurlar yaşayaq. Belə şey olur. Çıxaq gedək bu ölkədən biz, nağaraq, başa düşürəm. Eşidirsən, cənab prezident mən. Bax, gör, bax, vəziyyətimizə bax. Və səndən xahiş edirəm, arıq dərəcədə. Bax. Qoy kəssinlər, qoy yaxşıdır, kəs. Qoy kəssinlər. Qoy kəssinlər. Tamam. Yok, güzel film, ne var?